Bakı bulvarının tarixi 1860-cı ildən başlayır. Həmin vaxtlar içəri şəhəri Xəzər dənizindən ayıran qala divarları var idi. Bakının qubernatoru Kalyubakin həmin divarların sökülməsi üçün icazə alır. Çünki həmin divarlar hava axınının qarşısını alırdı. Söküntüdən çıxan daşlardansa bulvarın səkisi döşənir və 2-ci Aleksandrın adını daşıyan sahil küçəsi salınır. 1867-ci ildə burada ilk fəvvarə tikilir. 1899-cu ildə sahildə Bakı Yaxt Klubu açılır. Xəzərin sahilində parkın salınmasınasa 1909-cu ildə başlanılır. Tikintiyə 60.000 rubl ayrılır. Hacı Zeynalabdin Tağıyevin köməyi ilə tikinti 2 ilə yekunlaşır. İlk bulvar indiki Kukla Teatrından Azneft meydanına qədər idi. Bulvarda Qız Qalası tərəfdə çimərliklər də salınmışdı. 1910-cu ildə bulvarda Bakıda ilk kinoteatr olan Fenomen tikilir. Hazırda Dövlət Kukla